Sabirabad rayon İcra Hakimiyyətinin müavini Həsən Həsənovun və Sabirabad rayon xəstəxanasının baş həkimi Həsən Hüseynovun birgə sərgüzəştlərindən danışacağım. Dəyərli dostlar, demək bu şərəfsiz Həsən Hüseynov bu arvadından bir xəbər, ailəsindən bir xəbər alsaq 1 milyon manatdan yuxarı yiyinti eləyib. Həmən yiyintilər də bizim əlimizdədir, demək prokurorun qərarı. Yəni prokurorun qərarı, rəyi. Həsən Hüseynov Sabirabad xəstəxanasının baş həkimidir, bu ləyaqətsiz. Həsən Həsənovsa ailəsindən bir xəbər uğraş Sabirabad rayon İcra Hakimiyyətinin müavinidir. Bunlar əlbir olaraq rayonda törətmədiyi alçaqlıq, mütriflik yoxdur. Demək, bu hələ 1 milyon yiyinti elədikdən sonra bu Həsən Hüseynov, bu arvadı fahişə, bu ailəsindən bir xəbər uğraş, götürür, xəstəxananın işçilərini yığır, deyir ki, bəs mən ziyana düşmüşəm, məni filan idarələr, hüquq mühafizə orqanları, bəs məni qanlayıblar, məndən pul alıblar, 200 mində belə pulu yığır. Bu arvadı fahişə xəstəxananı döndərib qastinsaya, otelə. Bu oğraş gedib evində ev tutmur, ev kiralamır, kira eləmir. Yəni evə pul verər deyə bu alçaq ev kira eləmir. Bu oğraş demək, mənim canım qurban Naxçıvanın mübariz insanlarına, yəni Naxçıvanların yaxşısı bizim qardaş bacımızdır. Xeylamda tanıdıqlarımız var, Allah'a şükür, bu siyasi sferada. Bu alçaq Həsən Hüseynov, səhv eləmirəmsə, Ordubadlıdır. Bu alçaq demək neyniyir? Həsən Həsənova paparozalıq edir. Gəlir Sabirabadda olan, demək, balnitsada, xəstəxanada işləyən qadın işçiləri Həsən Həsənova, belə deyək, yönətir. Həsən Həsənov özü onlara tapşırır ki, siz mütləq, yəni bu Həsən Həsənovla eş-işrət yaşamalısınız. O uğraş, arvadından bir xəbər. Ailəsini tanımayan o uğraş, benamız Həsən Hüseynov. Sən deyimsən ki, sən arxonda 7 dənə general durur. Mənə heç kim tərpədə bilməz. Sən arxonda duran 7 generalın da arvadına, uşağın qabılıyım mən. Benamus oğlu benamus. Həsən Həsənov. O uğraş, hələ sənə, sən barədə materiallar çoxdur. Sən o tərdən aldığın arvadın var ha. Onu yorğa at kimi qaçırdacam mən. Yorğa at kimi. Oğraş, sən ümumiyyətlə bu rayonda, bu belə deyək, işlədiyin ərəfədə sən ancaq gücün kasıba çatır, ancaq gücü kasıba göstərsən, gəlirlər haqqını istəməyə cəmaat, polislə onları qorxutsan, Ramin Qədirovla əməkdaşlıq eləyib, onları həbslə qorxutsan, bir neçəsində hətta həbs elətdirmirsən. Sən oğraş, sən arvadından bir xəbər, sən arvadı fahişə Həsən Həsənov, sənə toy tutacam. Siracəddin Cabbarov, görmürsən bu rayonda olan öz başınalığı sən? Axı, sən güya adlı qoymuşsan, güya ki, deyirlər namaz qılansan, sən kimin namaz qılandansa, sözün haqq deyən, cahil daha yaxşıdır. Bu qədər şərəfsiz olmayın, bu qədər oğraş olmayın, bu qədər gözü ilə görən olmayın. Ləyaqətiniz olsun, mənliyiniz olsun, kişiliyiniz olsun sizin, əgər varsa. Həsən Həsənov, Həsən Hüseynov, sən Fatmeydə ev tikdirsən,
Villa tikdirsən. Daha doğrusu ev yox, villa tikdirsən. Bundan da qəşəng xəbərimiz var. Onların hamısını bir-bir sənin arvadının müəyyən yerinə geyindirəcəm. Hələ bu belə videolar çox gələcək. Belə videolar çox gələcək. Hazırlaşsınlar. Müəyyən adamlar hazırlaşsınlar. Həsən Həsənov başda olmaqla. Sizin başınıza oynatacağım. Siz çünki bunu hak ediyorsunuz. Siz bu sözləri yeyirsiniz, yiyəsisiniz. Tarix Mingöl'ün sizin başlarına oynatıram. Fahişə yığını.